Çox hörmətli Ali Başkomandan İlham Əliyev cənablarına Şirvan şəhərindən salamlayıram. Cənab Prezident, 3 aya yaxındır belə bir məsələ yaranıb. Məsələ də nədir ki, Şirvan şəhərindən icra başçısı İlqar Abbasovun və onun mavini Orxan İbrahimovun haqqında mütəmadi çıxışlar edirəm. Mən həyatımda belə şey, 69 ilə yaşa keçmişəm, mən belə şey görməmişdim. Demək, haqsızlıq, ədalətsizliyə qarşı vəzifəli şəxs onun qabağında durur və onun nöqsanları aradan götürməyə, yəni götürmürlər. Yəni, böyük vəzifə sahibidir də qədər, şəhərin icra başçıdır və onun mavini Orxan İbrahimovu da ki, atasına məxsus obyektə böyük 30 ilin şam ağaclarını kəsib və oradan yol açıb. Xalqın bu 100 min əhalinin gözü qabağındadır. Haqsızlıq, ədalətsiz ərşə çıxıb. Belə şey görmək olmaz. 3 aylı regional ekologiya idarəsi müdürü var, Fərid müəllim. Düzdür, o üzərinə düşən eləyib, amma icra başçısıdır da ona eləyə bilmir, müdaxilə eləyə bilmir. Mən də hiss edirəm də, eləyə bilmir. Demək, çoxlu sayda müraciətlər olub. Görün, nə böyük razmerdə ölkə başçısına müraciət eləmiş. Məktubla gedib prezident aparatına. Orada bu məktublar qeybə uçur, qeyb olur. Bax, görürsünüz, nə boyda, faktların əsası. Görürsünüz, Zeynal Nağdəliyevə də müraciət eləmişəm orada. Bu icra başçılara nəzarət elə. Bu gözə görünməz şeylərdir, qüvvələrdir. Yəni, bu müraciətlərə baxılmır, reaksiya verilmir. Çox faciə bir məsələdir. Ulu öndər, mən bunu həmişə deyirəm, deyəcəm də, o ağac kəsimi haqqında çox aqressiv ona qarşı. Kəsilən ağaclar, rəhmətli kişidir, mənim balalarımın başıdır, qollarıdır. Bunu bu şəxsiyyət deyib, tarixi şəxsiyyət. Azərbaycan tarixində qızıl brilliant hərflərlə yaddaşda qalan Heydər Əliyev cənabları. Bu cür deyilən şeyə 3 ay keçib üstündən o kəsilən ağaclar. Mən məcburiyyət arasında qaldım, gördüm 3 aylının gücü çatmır. Özə bir məqam, orada Şirvan şəhər məhkəməsi bunu təsdiq edib, cəriməsi təsdiq edib. Apellyasiya hakimi bu kəsilən ağaclara deyib əcəb eləyib kəsib. Orada çəkilən cəriməni ləğv eləyib. Böyük məbləğdə cərimə olub. 5.000, 4.000 də o bilmirəm. Apellyasiya hakimi onu ləğv eləyib. Sadə bir insan, məzlum bir insan olaydı, elə belə sadə adam onu ləğv eləyərdi. Yox, icra başçısı faktoru var. Və onun mavini Orxan İbrahimov var. Buna görədir. Demək, mən məcburiyyət altında qaldım. Bunun arxasından gedirəm də. Nə qədər bu həllini tapmayıb, demək, Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Naziri yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin qəbuluna getdim. Məktub da göndərir. Görürsünüz, məktub da göndərir mənə. Bu ki, mən onun qəbulunda oldum, xidmətin rəisi. Sağ olsun, demək, düzdür, mən əziyyət çəkirəm. Mütəmadidə çıxışlar, saytda çıxışlar heç kim əhəmiyyət vermir. Yəni, vecinə nedir, millət necə taracı olsun da. Yəni, vəzifəsi var da, buna heç kim güc çatmır. Dəhşət budur. Əgər bunu icra başçı mavini eləyirsə, onda nə oldu bu, nə deməkdir? Əgər onlar ağacın qarşısında, kəsilməyin qarşısını almalıdır. Şirvanda nə qədər ağaclar yanıb, hamısı sənəd alıblar ki, niyə ağac qurudu, xəstələndi? Nə xəstələndi? Vəba xəstəlik yəni, nə xəstəlik? Əki, susuzluqdan, imkansızlıqdan baxmamağından. Budur. Demək, Bəhruz Məmmədov rəis mavini qolu ilə gəlib, orada məktub yazılıb ki, icra hakimiyyətinin üstünə göndərilib ki, kəsilən ağaclar yerində əkilməlidir. Bu qanunumuz var. Bu Ekologiya Nazirində Cənab Prezidentin qolu var. 43.neçə nömrəli. Kəsilən ağac demir xəstələnib. Nə oldu elə bunun varatasının qabağında kəsildi bu ağaclar. Oradan ora
nə qədər 500 dənə ağac var. Düz Çıraq Petroldan düz dəmir yol priyezinə qədər bunların. Düz bunların varatasının qabağında çəkilişlər də var, saytlar var. Orada 8 dənə ağac, 7 dənə 8-ə, hər ağacın altı bir arası məsələ 1.80-dir. Ekologiya Nazirliyinin Ekoloji Təhlükəsizlik Xidməti gəldi, onun nümayəndəsi Elnur müəllim. Yerində bizim əməkdaşlarla orada çəkiliş elədi və məktub göndərib. Məktub gəlib icra hakimiyyətinə ki, nazirliyin, Ekologiya Nazirinin əvəz edən nazir mavinin qolu ilə gəlib. Ki, o aradan olan o kəsilən ağac bərpa olunsun. Bax, 2 gündür gəlib, hələ də o Ekologiya Nazirinin mavinin müraciəti hələ də qulaq ardına vurulur. Bu nə deməkdir, cənab prezident? Bu nə? Hara yazmaq olur bu? Nə cür eləyək bunu? Cəmaat da mənə lağa qoyur ki, ə kişi, sən işin gücün qutarıb. Yaşlı adamsan, xəstələn, kim ona baxacaq? İcra başçıdır bu, şəhər əlində, 5 ildir buran başçı, mavin də o birisi, bu birisi, onların kəsib. Sən nə eləyə bilərsən? Mən heç vaxt o müraciət, onlara qarşı çıxıram. Haqq var, ədalət var. İlham Əliyev kimi prezidentimiz var. Allah onun canı sağ eləsin. Mən düz orada prezident aparatında məktubları götürürlər. Yəni icra başçı faktoru var da, yəni çatılmır, rəhbərliyə məruz olunmur. Mən də Zeynal Nağdəliyevə buradan müraciət edirəm. Hörmətli Zeynal Nağdəliyev. Mən bilirəm siz belə şeylərə çox diqqətlisiniz. Hər şeyə yoldan gedəndə bütün yolun sağın solunda olan qanunsuz tikintilər haqqında həm onlara da qarşı diqqətiniz var. Əhsən sizə, halal olsun, müqatə edərsi kimi mən dövlətçiyə xidmət eləyən və ağsaqqal kimi sizə minnətdaram. Amma çox əfsuslar olsun ki, Şirvan şəhərində kəsilən bu ağaclar icra başçısının göstərişi, razılığı ilə Orxan İbrahimovun atasına olan hələ də 3 aydır davam edir, hələ də bunun haqqında tədbir görülmür. Yenə təkrar edirəm, Ulu Öndərin sözləri, atalar sözü bu ömürlük Azərbaycan tarixində kəsilən ağaclar mənim balalarımın başıdır, qoludur. Və ona görə bu məsələdə hamı vicdanı olan bütün rəhbərçilər bu haqda ciddi tədbir görməlidir. İmkan yaratmayaq ki, belə qanunsuz hərəkətlər olsun. Bütün Şirvanda belə bir məsələ, bəzi o şeylər, mətbuatçiləri var ki, onlar öz yolları ilə də gedirlər, heç biri qeyd eləmir. Yəni, nəyinə lazımdır icra başçının kəsik ağaca qarşı çıxar? Hər adam onu eləmir. Yalandan üzrə maskalanmış artist, klon hərəkət edirlər, klon. Gündə gedirlər icra hakimiyyətinin orada oyun oynayırlar. Kişi, mən sözümü deyən kişiyəm. Mən İlham Əliyevə arxalanan oğlanam, oğlan ağsaqqalam. Yəni, mən sözümü deyən adamam. Heç necəndə çəkinəcəyim yoxdur. Nə mənada çəkinəcəyim? Mənim arxam dayağım İlham Əliyev cənablardır. Mən sözü düz deyən adamam. Təmiz, halal zəhmətimlə qazanan adamam. Mən imkan yaratmaram ki, kimsə vəzifəli birinci şəxs burada oyun oynasın, at oynasın və Şirvanın ekologiyasını, ekoloji soyqırımdır. Bax, bunu qarşısı qəti alınmalıdır. Cənab prezident, yenə də sizə müraciət edirəm. Mənim mətbuat katibi rəhbərliyə sizə müraciət eləməlidir bu. Böyük bir qanunsuzluqdur, böyük hörmətsizlikdir. Dövlətçimizə bu Şirvanda nədir bu? Ekoloji soyqırımdır bu. Çoxlu, orada ikinci yerdə də ağac, təsadüfdən girdim orada. Eldar şam ağacı, en kəsi 80 sant olan 4 dənə ağacda zaborların dibində tapdım. Yəni, bunun qarşısı alınmır. Hamı üzgüzzədir. Gənə deyirəm, orada mətbuatçiləri var. Şeydə demirəm də, mənə təhqir danışmaq qəlbə deyəm. Hamı bilir ki, yaltaqlıq edirlər. Yəni, heç kim məndən başqa bu haqda heç kim səsini çıxarmır. Yeganə mənəm, ağsaqqal, qatı idarəsi 91-ci ildən Ulu Öndərin ideyalar yaşayan ağsaqqal mütəmadi 3 aydır müraciət edirəm. Bax, ərzələr. Prezident aparatına gedən bu məktubu oxsalar, bilərlər ki, nədir? Məktub gedir, orada qeyb olur. Orada xüsusi orada məktublar şöbəsi var. İcra hakimiyyətindən şikayət gələndə gizlədir onu. Mən indi bunu canlı danışıram. Canlı eşitsin. Mətbuat katibi Süleyman İsmailovdur, Ərizə Şikayətlər İdarəsi. Odur,
məktubları göstərmirlər, bunun haqqında tədbir görmürlər. Zeynal Nağdəliyevə müraciət eləmirlər ki, belə bir şey var. İndi cənab nazirin, ekologiya naziri müavini ilə məktub gəlib, görək 2 gündür gəlib, hələ də bir xəbəri yoxdur. Mən də haray sədimi qaldırıram, nə qədər canım sağdır, bu məsələnin həlli müsbət ağaclar yerində əkilməlidir. Qutardı, bir mənalı. Bundan başqa yol yoxdur. Var olasınız, Allah ömür versin, orada vicdanlı, qeyrətli, dövlətçə xidmət edən rəhbər işçilərə məruz eləsinlər. Bir daha var olasınız, mən inanıram ki, bu məsələ müsbət həlini tapacaq.